Redmi severler, buradasınız. Ekran otayında. Baxırsınız indi telefonda, notebookda, planşetdə baxırsınız bu video. Onda indidən bir dənə like, çünki bu videonu çox güman ki vaxtında izləyirsiniz və bəyənəcəksiniz bu yeniliyi. Çünki Redmi'nin yepyeni modeli yenə də bazarda öz qiymətində bir partlayış ola bilər. Gəlin başlayaq. Amma başlamazdan öncə kanala abunə olun ki, yepyeni videoları qaçırmayasınız bu və digər texnoloji yeniliklər haqqında. Bugün Redmi Turbo 4 və Redmi 4 Turbo bu modeli haqqında danışacağım. Yepyeni modeldir. Əvvəlcə satış Çindən başlayacaq təbii ki və ola bilsin ki bu model elə Çin bazarı üçün də buraxıldı və elə Çində də qaldı. Baxmayaraq ki bizdə Redmi satılır və Redmi'nin fərqli modelləri ara sıra biz də test edirik. Onlar haqqında paylaşımlarımız var kanalda. Baxa bilərsiniz. Kanalın əvvəlki videolarına baxa bilərsiniz. Redmi Turbo 4 Pro isə bir başqa fırtına olacaq. Bəli, adında da turbo fırtına olacaq. Çünki modelin demək ki bütün parametrləri öz qiymət segmentində yüksək səviyyədədir və siz də buna indi şahid olacaqsınız. Əvvəlcə başlayaq ki bu modelin ekran baxımından da heç bir problemi yoxdur. Birincisi ekran müasir smartfonların ekranı boydadır. 6.6, 6.7 təxminən belə bu boyda cümlədir. İkincisi 120 Hz dəstəkləyir, yəni hamarlıq yüksək səviyyədə. Resolusionu təxminən belə 1.5K-dır. Bu da modelin oyunlar üçün uyğun olduğunu da bir daha göstərir. Onu da qeyd edim ki, qiymət segmentində model incə çərçivələrə malikdir. Ona görə də ekrandan bu aldığınız həzz daha da yuxarı olacaq. Və eyni zamanda qabaqdan yay gəldiyi üçün deyim ki, suya da davamlılığı var. İndi hovuzun qırağında falan hardasa belə. Yəni sudan qorxusu yoxdur. IP68 standartı ilə smartfon qorunacaq. Smartfon 2025-ci ilin uyğun bir çiplə təchiz olunub. Belə ki, burada 8400, bəli, MediaTek Dimensity 8400 Ultra çipi qoyulub ki, Android smartfonlar arasında 25-ci ildə aktual qalan bir çipdir. Həmçinin 16 RAM və 512 daxili yaddaşla məncə bunu oyun üçün əla bir seçim olduğunu bir daha ispat. Kameraya qalanda isə əlbəttə ki, Redmi markası heç vaxt kamerafon smartfonlara buraxmayıb, daha çox münasib, qiymətli və performanslı bir smartfonlar təqdim etməyə çalışıb. O yüzden bu baxımdan da kameranın parametrləri görəndə heç bir təcrübli bir şey görmürəm burada. Yəni çox da belə aşağı parametrlər yoxdur. Əsas kamera modulu 50 megapiksellidir və optik stabilləşdirməsi var. Bu artıq pis deyil. İkinci kamera burada ultra geniş bucaqlıdır, 8 megapikselli. Çox əksər hallarda şəxsən o smartfonlarda o kamera məncə sadəcə ikinci kamera olsun deyə qoyulur. Çünki 8 megapikselli və ultra geniş bucaqlı kameralarda adətən bu segmentdə optik stabilləşdirmə də olmur deyə onlarda istifadə etmək bir zülmə çevirir. Ona görə də yəni əsas kamera 50 megapikselli, bax o modulda stabilləşdirmənin olması düşünürəm ki, yaxşı bir nəticədir. Ön kameraya qalanda isə burada 20 megapikselli sensor quraşdırılıb. Bir sözlə Redmi markasını sevirsinizsə, oyun həvəskarısınızsa, düşünürəm ki, bu smartfon qiyməti hələ də açıqlanmasa da, amma artıq parametrlərindən bilinir ki, 25-ci ildə bu il ərzində hələ də aktual və güclü olan bir Android modeli olacaq. Yəni Redmi-də olmasına nəzərə alaraq burada qiymət yüksək olmamalıdır. Ona görə gözləyək. Bilməm, bura gələcəkmi, yoxsa bu sırf Çin bazarında elə qalacaq burada smartfon. Ola bilsin ki, burada o Poco'nun hansısa yeni modeli altında gələcək və bu parametrlər sırf orada olacaq. Ola bilər. Hər halda Texnobro kanalını qaçırmayın və mütləq izləyin ki, yeni videolar çıxan kimi texnoloji yeniliklər haqqında sizə birinci bro danışsın. Kanala abunə olun, videonu bəyənin, növbəti videolarda görüşərik.